Hello, mənim əziz şagirdlərim. Nə haqqında danışacağıq? Keçən dərs bu mövzunun bir hissəsini elədik. Digər bir hissəsi qaldı. Mövzunun adı nə idi? Questions given to the subject and its attribute. Mübtədə və onun təyinə verilən sual və cümlənin ikinci dərəcəli üzvlərinə verilən sual və danışdıq ki, burada əsas qaydamız nə idi? Köməkçi verilən xəbər yanaşı gələ bilməz. Cümlənin özünün quruluşu var, ona riayət etməliyik. Və bundan başqa da xüsusi suallardan sonra mübtədə gələ bilməz. Karandaşımı götürürəm. Mən bilirəm ki, uşaqlar xüsusi sualdan sonra birbaşa mübtədə gələ bilməz. Whatdan sonra birbaşa you, why'dan sonra birbaşa you, whatdan sonra birbaşa you qətiyyən işlənə bilməz. Və cümlənin strukturu necə idi? Xüsusi sual, köməkçi feil, mübtədə və xəbər işlənməlidir deyə D variantı da olmayacaq. Y variantı doğru cavabdır. 61-ci sualda yenə baxıram ki, baxan kimi elə gözümə bu sataşır ki, uşaqlar did olan yerdə idi qətiyyən gələ bilməz. Xüsusi sualdan sonra birbaşa mübtədə gələ bilməz. Köməkçi verilən xəbər yanaşı işlənə bilməz, çünki ortalarında mübtədə işlənməli idi. Və biz bilirik ki, who-dan və what-dan sonra birbaşa xəbər gələ bilər. Nəyə görə? Çünki onlar mübtədəyə sual verirlər. Amma whom-dan sonra birbaşa xəbər gələ bilməz deyə B variantı doğru cavabdır. Ümumiyyətlə, what-dan who-nu görəndə sevinirəm, amma digərlərini görəndə, who ilə what-u görəndə sevinmirəm əslində. Amma digər xüsusi sualları görəndə sevinirəm. Niyə görə? Məsələn, why artıq səbəbə sual verir. İkinci köməkçi feil gəlməlidir, üçüncü mübtədə, dördüncü də xəbər. C variantı doğru cavab. Çünki why-dan sonra xəbər, why-dan sonra mübtədə gələ bilməz. 63-cü sualda what-dur. Biraz düşünün, tələsməyin. Məsələn, what-dan sonra gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. A variantı hər şey uyğundur, amma does gələndə mütləq feilin sonundakı s düşməlidir. B variantında yenə quruluş uyğundur, amma did gələndə id düşməli idi. C variantında quruluş uyğun deyil. Mary mübtədə ilə köməkçi feillə xəbərin ortasında işlənməlidir. Çünki köməkçi feillə xəbər yanaşı işlənə bilməz. What-dan sonra birbaşa mübtədə gələ bilməz, Y variantı doğru cavabdır. Sonra 64-də how much gəlir birinci cümləyə, sonra ikinci köməkçi feil gəlməlidir, sonra mübtədə, sonra xəbər. D variantı doğrudur. 65-də how many buildings, sonra gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. Sadəcə C variantına baxın, did gələndə build ola bilməz, C getdim. Sonra B variantında da ki, diddən sonra birbaşa xəbər gələ bilməz, ümumiyyətlə köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Y variantı doğrudur. 66-cı sualda isə why do Ben have to? B variantı doğrudur. Nəyə görə? Birinci nə gəlib? Xüsusi sual, ikinci gəlib köməkçi feil, üçüncü gəlib mübtədə, dördüncü isə gəlib xəbər. B variantı doğrudur. Digər variantlarda C variantı məsələn does gələndə has to artıq o have to-ya çevrilməlidir. Çünki does gələndə s-ni eləyir, götürür, düzdürmü? Why has been to? Ümumiyyətlə yazı saxlayın ki, have to, has to, had to özü qabağa keçib sual verə bilmir. Ona həmçinin ilə sual veririk. Do ilə, does ilə, did ilə sual veririk. Y variantında isə why does Ben have to do his homework alone? Əslində bu da uyğun gəlir. Ay uşaqlarıma niyə B variantı dedim? Ben axı üçüncü şəxsin təkindədir. Mütləq ona nə ilə sual vermək lazım idi? Does ilə sual vermək lazım idi deyə Y variantı doğru cavabdır. Sonra gəlirəm 67-ci sualıma. 67-ci sualda baxan kimi bilirəm ki, məsələn, V-yə does-la qətiyyən sual verə bilmək olmaz. Sonra saxlayıram elə. Demək, növbəti sualı, məsələn, do olanda feilin sonunda has qala bilməz, çıxdı. D variantında ümumiyyətlə köməkçi feil yoxdur deyə çıxdı. Qaldım hansı variantlar arasında? B və C variantı arasında. What do we have an advantage in this program? In this project. Bu layihədə what advantages do we have in this project? Bu layihədə bizim nə avantajlarımız var? C variantı əladır, oturur. B variantı çünki tərcümə uyğun gəlmir. Nə avantajlarımız bizim var da bu layihədə belə tərcümə edərik də. 68-ci sualda how long has a child been awake? Olar, indiki bitmiş zamandadır. Since when-dən sonra birbaşa mübtədə gələ bilməz. Sonra C variantı saxlayıram. How long has the child been olmalıydı. Demək, have has qabağa mübtədən qarşısına keçib. Beni də özü ilə gətirmir. Ona görə götürə bilmərəm. Sonra since when has the child been awake? Okay. Demək, mən də çıxıb 2 ilə 4-ü çıxmışam. 2 ilə 4 çıxmışam. Qalıb cavabım ya 1-5 götürməliyim ya da 1-3 götürməliyim.
Demək, 1-3-ə baxıram. Since when has the child been awake? Uşaq nə vaxtdan bəri oyaq olub? 5-də isə deyir ki, since when has uşaqlar mübtəda axı bura girməlidir. Yəni have has qarşıya keçir. Özləri sual verirlər. Quruluş necə olmalıdır? Birinci since when gəlməlidir. Köməkçi feil, mübtəda xəbər. Amma burada ödənməyib deyə cavabım 1-3-dür. 69-cu sualda isə baxıram ki, how long the representative has been here? How longdan sonra birbaşa nə gəlməlidir? Köməkçi feil gəlməlidir. Ona görə how long has olmalıdır. Birinci sualım getdi. 2-də baxıram ki, since when has the representative been here? 2 doğrudur. 3-də since when has been. Has been dedim axı, ikisi bir yerdə qabağa keçə bilməz. Nə keçməli idi qabağa? Representative qarşıya gəlməli idi. Has the representative been olmalı idi. 3-də getdi. How long has the representative been here? How long has the representative been here? Yazı saxlayın ki, indiki bitmiş zamanda. Yəni, have has to gəlsin V3 deyil. Sual verəndə have has özü qabağa keçir. Yəni, bini də özü ilə bir yerdə aparmır da. Ona görə düzgün cavabı 2-4 B variantıdır. 70-ci sualda bilirik ki, köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Düzdürmü? Sonra xüsusi sualdan sonra birbaşa mübtəda gələ bilməz deyə A variantını götürəm. 71-də yenə eyni qayda. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Onların ortasına mütləq mübtəda işlənməli idi. Sonra baxıram ki, whose application did that manager accept? Deyir ki, kimin ərizəsini qəbul elədi menecer? Olar. Whose application that manager mübtəda gələ bilməz. Xüsusi sualdan sonra gəlməlidir köməkçi feil, mübtəda, sonra xəbər. Ona görə 1-4 A variantı doğru cavabdır. 72-ci sualda how many slices of bread birincidir. Sonra gəlməlidir köməkçi və sonra mübtəda, sonra xəbər. D variantı uyğundur. Nəyə görə Y variantı ola bilməz? Çünki did gələndə feil keçmiş zamanda qala bilməzdi. Digərlərində isə mübtəda gəlib, burada isə pronoun xəbər gəlib deyə olmaz. 73-cü sualda how often-dan sual verib. Biz bilirik ki, how often-dan sonra gəlməlidir bizdə köməkçi feil, sonra mübtəda, sonra isə xəbər gəlməlidir. Burada deyir ki, bağban bitkiləri nə tezliklə soluyur. Yəni, sizin cümlənin mübtədəsi bağbandır. Ona görə biraz diqqətli olmaq lazımdır. A variantı ola bilməz. B variantında ümumiyyətlə köməkçi feil gəlməyib. C variantında did gələndə idi düşməli idi. D variantı doğru cavabdır. Köməkçi feil yoxdur. 74-cü sualda voyadan sonra köməkçi feil yoxdur. Sonra baxıram ki, uşaqlar do olanda feilin sonunda S ola bilməz. Sonra did köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Bu arada bilməyənlər üçün deyim ki, hunt ovlamaq deməkdir, feildir. Burada ümumiyyətlə köməkçi feil verilməyib deyə cavab B variantı götürəcək ki, macəraçılar deyir vəhşiyyat üçün harada ovlayırlar. 75-ci sualda baxıram ki, köməkçi feil mübtəda, xəbər who did you ride on the roller coaster with? Who rode? Bəli, deyir kimi ilə sürdün də sən roller coaster'ı. Köməkçi feil mübtəda, xəbər. Yenə köməkçi feil mübtəda, xəbər harda var? C variantında. Who did you make the milkshake for? Deyir, kokteyli kim üçün hazırladı? 77-də isə deyir ki, what did you use? Məsələn, did olanda id ola bilməz. Whatdan sonra birbaşa mübtəda gələ bilməz. Sonra whatdan sonra birbaşa xəbər gələ bilər, amma ki, mənə uyğun gəlmir. Deyir ki, nə istifadə elədin sən chili pepper üçün? Yəni, chili pepper acı bibərdir də. Bir də yazı saxlayın ki, uşaqlar, normalda heç bir sual əvəzindən sonra birbaşa xəbər gələ bilməz. Yalnız who, bir də whatdan sonra xəbər gələ bilər. Çünki onlar mübtədəyə sual verə bilirlər. Amma burada mübtədəyə sual verməyib deyə, yenə quruluş necə getməlidir? Köməkçi feil mübtədə, xəbər kimi getməlidir. Y variantında whatdan sonra birbaşa mübtədə gələ bilməz deyə o da çıxdı. Cavabım qalır C variantı. 78-ci sualda when var. When'dan sonra köməkçi feil gəlməlidir. Bir də yazı saxlayın ki, what'la onu gördünüz, fikirləşin. Amma when'dir, where'dir, why'dir, orada quruluş hamısında yeni gedir. Məsələn, B variantını götürəcəm. Nəyə görə? Çünki daz olanda uşaqlar idi ilə zatlun bilir. Bu nədir? Keçmiş zaman, indiki zaman. Köməkçi feilindən xəbər yanaşı gələ bilməz. When'dan sonra birbaşa mübtəda gələ bilməz. Where-də həmçinin. Baxan kimi görürəm ki, A variantıdır. Where does the chef prepares a dessert? Dessert. Deyir ki, desertə şef harda hazırladı? B variantına where-dən sonra birbaşa mübtəda gələ bilməz, xəbər gələ bilməz. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz, mübtəda gələ bilməz. Köməkçi feilindən xəbər yanaşı işlənə bilməz. Görsünüz, yenə where ilə başlayıb. Mənə lazımdır ki, gəlsin köməkçi feil, mübtədə, xəbər. Amma ki, uşaqlar dil gələndə stroke keçmiş zamanda qala bilməzsə deyə C variantı ola bilməyəcək. Cavab olacaq Y variantı. 81-də yenə V-ni görürəm, sevinirəm və B variantını avtomatik götürürəm. V-in köməkçi feil, mübtədə, xəbər. 82-də isə
Aha, hu ilə sual verib. Bax, hu ilə sual verəndə diqqətli olun, tələsməyin. Demək, baxıram ki, cümlənin sonunda last weekend var. Demək, cümlə keçmiş zamandadır. Mənim dazla zatla işim yoxdur. Köməkçi feillə də xəbər yanaşı işlənə bilməz. Bu bizim qaydanın ən birinci qaydamız idi da, yəni. A variantında deyir ki, kim keçən həftə yəni gəmidə səyahət elədi, eniş elədi, nəsə belə bir şey. İndiki zamanda verə bilmərəm axı, A variantını çıxıram, D variantı. Çünki keçən həftədən gedir söhbət. 83-cü sualda isə demək bizə nə deyir? Deyir ki, düzgün cümləni tap. Mən də baxıram ki, şiyə uşaqlar du ilə sual vermək olmaz. Vaya'dan sonra köməkçi feil gəlməyib. Bəyazı saxlayın, köməkçi feillə xəbər yanaşı işlənə bilməz. The boy, oğlan sözü təkdədirsə, du ilə yox, ona dazdan sual vermək lazım idi deyə A variantını götürəcəm. 84-cü sualda isə did gələndə feil keçmiş zamanda qala bilməz. This book təkdədir deyə ona dazdan sual verməliydik. Why'dan sonra birbaşa mübtəda işlənə bilməz və köməkçi feillə xəbər yanaşı işlənə bilməz deyə düzgün cavabım D variantıdır. 85-ci sualda when'dən sonra birbaşa mübtəda işlənə bilməz. How many'dən sonra cəm isim gəlməlidir. Yoğurt sayıla bilməyən isimdir. Daz gələndə id ola bilməz, çünki cümlə indikidir, keçmişdir, nə bilirəm. Bake contest bişirmə yarışıdır. Ona du ilə yox, dazla olmalıydı. Üçüncü şəxs təkində olduğuna görə B variantı doğru cavabdır. 86-cı sualda köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Daz gələndə S düşməli idi. Sonra poet, şair deməkdir. Ona du ilə yox, dazdan sual vermək lazımdır. Həm də feil də keçmiş zamanda da heç uyğun gəlmir. Did gələndə feil keçmiş zamandan çıxmalı idi. Ona görə Y variantı doğru cavabdır. 87-də how much gəlib. Sonra köməkçi feil, sonra mübtəda, sonra xəbər gəlməlidir. Aha, mən də baxıram ki, this scarf, bu şərf təkdə olduğuna görə onu du ilə yox, dazdan sual vermək lazımdır. How much money does he spend olmalıydı. Yəni, how much money'dən sonra birbaşa mübtəda gələ bilməz. Sonra cost the umbrella yox, how much does the umbrella cost? Necə demişik? Birinci köməkçi feil mübtəda və xəbər quruluşunda olmalıdır. Və yenə köməkçi feillə xəbər yanaşı işlənə bilməz deyə A variantı doğru cavabdır. 88-ci sualda birinci gəlir how much, okey, gəlsin. How much-dan sonra sayıla bilməyən tək isim gəlməlidir. Aha, baxıram ki, ümumiyyətlə how much-dan sonra birbaşa mübtəda gələ bilməz deyə çıxdı. How much do you eat yogurt? How much do you eat yogurt yox da, how much yogurt do you eat olmalıydı, isim gəlməliydi. Sonra uşaqlar, how much sugar, how much oil, how much flour, əladır, buralara uyğun gəldi. Sonra does gələndə S neynəməliydi, düşməliydi deyə A variantı çıxdı. How much oil does this recipe require? B variantı doğrudur. C variantı isə deyir ki, how much flour does a baker use? Baker təkdədirsə ona du ilə yox, dazdan sual vermək lazım idi. Ona görə B variantı qalır. 89-cu sualda how many sugar? Sugar sayılmır deyə many nə olmaz, muchla olmalıydı. Sonra qalanlar hamısı uyğun gəlir. Demək, bizim xüsusi sualımız haradır? How many sugar, how many languages, how many books, how many apples, how many stamps. Sonra nə gəlməlidir? Köməkçi ver. Görürsünüz, burada o köməkçi ver gəlməyib. Mübtəda gəldiyinə görə C ilə D variantlarını çıxıram. A-nı zaten çıxmışdım. Qalıram B ilə Y arasında və baxıram ki, şiyə du ilə sual vermək olmaz. İndiki sadə zamanda hidə, şidə, itdə sual vermək üçün biz dazdan istifadə edirik. Çünki feilin sonuna S artırılır orada. Demək, huzun qaydası belədir ki, uşaqlar, huz özündən sonra həmişə isim istəyir. Huz tək işlənə bilmir də. Demək, mən də baxıram ki, yuda birincisi voz ola bilməz. Bu çıxdı. Sonra huzdan sonra isim gəlməlidir deyə B də çıxdı. C-ni çıxır, saxlayıram. Sonra whose backpack mənim xüsusi sualımdır. Have you take olmalıydı. Yəni sual verəndə have qarşıya keçməliydi. Y variantında isə whose shoes are lying on the mat. Okey, bu ola bilər. Mən baxıram ki, C variantında nədir səhv. Deyir ki, whose'dan sonra isim gəlməyib də, odur da səhv də. Cavab qalacaq Y variantı. Deyir ki, ayaqqabıları daruşqanın üstündədir. Yenə whose'dan sonra isim gəlməlidir deyə B-ni çıxıram. Qalır məndə A, B, D, Y. Və sonra baxıram ki, cümlədə görüm nə səhv tapıram. Whose book, sonra gəlməlidir köməkçi feil, sonra mübtəda, sonra xəbər. Köməkçi feili yoxdur, çıxdı, rədd oldu, getdi. Whose message was sent. Uşaqlar, to be, məchul növ necə olmalıydı? To be üstə gəlsin V3. Send, sent, sent. Yoxsa sent. Feil düzgün şəkildə yazılmayıb. Whose bike is that near the bakery? Whose diary? Uşaqlar deyir ki, kimin gündəliyi were reading oxuyur. Birincisi, diary sözü təkdədir deyə were ola bilməz. Həm də gündəlik oxuya bilməz deyə cavab olacaq bizdə D variantı.
92-də how many times bildiyi köməkçi fe'limizdir. Bizim xüsusi halımızdır. Sonra gəlməlidir köməkçi fe'l. Mübtəda birbaşa gələ bilməz. Sonra gəlməlidir mübtəda, sonra da gəlməlidir xəbər. Hamısında gəlib sağ olsun, Allah razı olsun. Nikah bunlar arasından çox. Uşaqlar did gələndə fell keçmiş zamanda qala bilməz. F allılı fall, keçmiş zamanda isə olur fell, yıxılmaq deməkdir. Sonra indiki bitmiş zamanda hərfə üstəgənsin V3 olmalıydı. Amma görsünüz fe'limiz V2-dədir. Went, go, went, gone olmalıydı burada. G, O, N, E. Ona görə cavabım qalır Y variantı ki, how many times did you miss the bus? Avtobus neçə dəfə buraxmısan? Sonra gəlib by whom mənim xüsusi sualımdır. İkinci gəlməlidir köməkçi fe'l, mübtədələri çıxdı. Sonra gəlməlidir mübtədə, sonra da gəlməlidir xəbər. Amma did gələndə fe'l belə itin V3-də qala bilməzsə V1-ə çevrilməli idi. Ona görə B variantı doğrudur. Yenə by whom köməkçi fe'l, mübtədə, xəbər. Bunları çıxdım. Sonra baxıram ki, köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz, mübtədə gələ bilməz, cavab qalır A variantı. Sonra 95-ci sualda who olanda biraz diqqətli olun. Demək, baxıram görüm nə səhv tapa bilərəm burada. Who'dan sonra birbaşa mübtədə gələ bilməz deyə C variantı çıxdı. Sonra who was returned the bag by. Burada deyir ki, A variantına deyir ki, who returned the scarf by. Deyir ki, kim qaytardı şərf tərəfindən. Yox, uyğun gəlmir. B variantında deyir ki, who was the library book returned by. Deyir ki, kitabxana kitabı kim tərəfindən qaytarıldı. B olar. D variantında deyir ki, kim qaytarıldı çanta tərəfindən. Mənə uyğun gəlmədi. Who did he meet by? O kim tərəfindən görüşdü. Mənə yenə uyğun gəlmədi. Yəni bu biraz tərcüməyə əsaslanırdı. 96. Who'nu görəndə bax, onu gözləyirəm. Who qorxuludur arkadaşlar. Who'da ehtiyatlı olun. Köməkçi fe'llə xəbər yanaşı işlənə bilməz. Who'dan sonra who by cook nə də? Belə cümlə yoxdur. Xüsusi haldan sonra birbaşa mübtədə işlənə bilməz. Demək, A variantına deyir ki, cümlənin sonunda by var. Kim tərəfindən deyir. Demək, tamamlığa sual verir uşaqlar. Tamamlığa sual verəndə, mübtədəyə sual verəndə by-da olmur. Prosto yazır ki, məsələn, who made the soup? Məsələn, burada by olmasaydı, C variantı doğru olacaqdı. Kim soup elədi? Amma C by gələndə B olur da. Soup kim tərəfindən? Baba belə olur. Kim etdi soup tərəfindən. Yəni, mənə uyğun gəlmədi. A variantını götürəcəm ki, who was that painting created by? O rəsm kim tərəfindən yaradıldı? Əla. How much, okay, how muchdan sonra gəlməlidir köməkçi fe'l. Məsələn, burada görürsünüz xəbər gəlib, burada isim gəlib. Sonra did gələndə fe'l keçmiş zamanda qala bilməz deyə. Bir dəqiqə arkadaşlar, does da gələndə s qala bilməz. Onda mən nəsə səhv elədim. Bir də baxıram. Birinci gəlib how much. Okay, gəlsin. How muchdan sonra sayıla bilməyən isim gələ bilərdi. Water. Mən burada sulamaq mənasında başa düşdüm. Sonra gəlir how much water. Sonra gəlməlidir. Çünki how much'dır. Ümumiyyətlə 6 dənə sual əvəzliyi var ki, hansılarda onlar what, which, whose, what kind of, how many, how much özlərinə sonra isim gətirə bilirlər. Yəni daha çox gətirmək istəyirlər. Sonra gəlib köməkçi fe'l, sonra gəlib mübtədə, sonra gəlib xəbər. D variantıymış. Deyir ki, bitkinin gündə nə qədər suya ehtiyacı var. A variantının problemi odur ki, how much'dan sonra nə sayıla bilməyən isim gəlməyib, nə də köməkçi fe'li yox idi. A variantında belə olmalıdır. How much does the trip cost? Çıxdı. B variantında how much did gələndə paid keçmiş zamanda qala bilməz çıxdı. Snack sözü cəmdədir, sayıla bilməyən isimlə işlənməli idi də, amma sayıla bilən isimdən yox. Does da gələndə S düşməli idi deyə cavab D variantıdır. Sonra 98-dən sonra başlayır açıq suallar. Məncə vaxtımızı doldurmuşuq. Yox, doldurmamışıq elə də. Gəlin, biraz izah eləyək. 98-ci sualda how did she convey? Yəni, olar. Amma məsələn, baxın, how'dan sonra birbaşa mübtədə, how'dan sonra fe'l gəlməz axı 1-2 qalır ona görə cavabım. Sonra 99-da why did he deny? Olar. Why'dan sonra birbaşa mübtədə gələ bilməz. Sonra bu nə də? 4-də. Why köməkçi fe'l hanı mübtədəsi? Yoxdur axı. 1-3. 100-cü suala baxıram. When köməkçi fe'l mübtədə xəbər uyğun gəldi. When köməkçi fe'l mübtədə, amma id olmalı deyildi. Did gələndə axı id düşür. Biri götürəm. Sonra when köməkçi fe'l mübtədə xəbər ola bilər. Amma when'dən sonra birbaşa xəbər gələ bilməz. Ona görə 1-3. Yəni ümumiyyətlə yazılsağın heç bir sual əvəzindən sonra birbaşa xəbər gələ bilməz. Bir dənə who ilə what'dan başqa, çünki onlar mübtədəyə sual verirlər.
Sonra what'dur burada. Bundan ucu diqqətli olmaq lazımdır. What will inspire deyə bir zaman yoxdur. Köməkçi feillə də xəbər yanaşı işlənə bilməz. Görürsünüz, avtomatik özü çıxdı. Bəzi qaydalar var ki, onları biləndə variantın özünü tapmaq olur. Məsələn, birincidə what inspires the student to strive for self-improvement. Deyir, nə ruhlandırdı şagirdləri? Görürsünüz, mübtədəyə sual verib. 1. What will inspire the student? Şagirdləri nə ruhlandıracaq? Görürsünüz, yenə mübtədəyə sual verib. 1-4. 102-yə baxıram. Birinci gəlir cümlədə where, ikinci gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. Will gələndə uşaqlar, bu feilin sonundakı idi nədir? Bu getdi. Where did köməkçi feillə xəbər yanaşı işlənə bilməz deyə cavabım 1-2 qalır. 103-cü sualda which educational, whose educational approach ya da which, yəni eyni şeydir də. Xüsusi sualım budur. Sonra gəlməlidir köməkçi feil. Did gələndə idi düşməlidir arkadaşlar. 3 çıxdı. Sonra will gələndə də feilin sonunda idi qala bilməz. Ona görə cavabım 1, bir də 2-ni götürürəm. Yəni diqqətli olun. Məsələn, gələcək zaman will-dirsə feilin sonunda niyə idi olsun? Düz demirəm. Sonra baxıram ki, 104-cü sualda what did the scientist prove in his experiment? What gəlib, köməkçi feil gəlib, mübtədə gəlib, xəbər gəlib. Həm tərcümə edə bilən uşaqlar da belə deyir ki, alim deyir eksperimentdə nəyi sübut elədi? Bir düzdür. What was proven the scientist? Bu cümlə mübtədəsi var, görürsünüz. Deyir ki, nə sübut edildi alim eksperimentdə? Nə təxsisi var? What was? Yəni uyğun gəlmir uşaqlar. Mübtədəyə sual vermək deyil bu. Əgər bir cümlənin daxilində mübtədə varsa, o demək mübtədəyə sual verməyib ki, o mənə uyğun gəlmədi. Üçdədir ki, hansı experiment did the scientist, which experiment did the scientist conduct? Deyir, hansı eksperimenti alim apardı? Olar. 4-də isə deyir ki, hansı eksperiment apardı alimi? Yox, elə şey olur. Sonra 105. Və sonra gəlməlidir köməkçi feil, sonra mübtədə, sonra xəbər. Və sonra birbaşa xəbər gələ bilməz. Sonra ona görə 1 düzdür. What inspired her to create the mural? Nə ruhlandırdı onu? Mübtədəyə sualdır, 3 düzdür. What was inspired? Nə ruhlandırıldı onu? Yəni niyə məsul növdə verim ki, məsul növə ehtiyac yoxdur. Görürsünüz, burada biraz tərcüməyə baxmalıyıq. Burada kimin başı varsa o yazacaq. Və sonra birbaşa xəbər gələ bilməz. Və sonra birbaşa xəbər mübtədə gələ bilməz deyə 1-3. 107-də baxıram ki, did gələndə feil keçmiş zamanda brought you, bring olmalıydı. Köməkçi feillə xəbər yanaşı işlənə bilməz deyə 1-2. Burada bizliklə tapdıq. 108-ə baxıram. Necə olacaq? When did they begin? 1 düzdür. 2-də və sonra birbaşa mübtədə gələ bilməz. Did gələndə feil keçmiş zamanda qala bilməz. 1-4. Sonra baxıram ki, məsələn, did gələndə görürsünüz feil keçmiş zamanda qala bilməz deyə çıxdı. Why was the use of the plastic bottles forbidden? Olar, 2 düzdür. Why did the organization forbid the use of 1-də düzdür. Why was the organization forbid? Why was the dəqiqə. Why was the organization forbid? Olmaz ya, forbidden olar. Feil V3-ə çevrilmir, baxı. Yəni, to be deyir ki, təşkilat niyə qadağan olunub? Niyə təşkilat qadağan olunub plastik botol? Mənə uyğun gəlmir. 1-2. Sonra how gələcək, ikinci köməkçi feil. How'dan sonra birbaşa mübtədə gələ bilməz bu arada. Birbaşa xəbər də gələ bilməz deyə 1-3-ü götürəcəyik. 1-3. Aha, 1-ə baxıram. Və köməkçi feil mübtədə xəbər 1 düzdür. Və uşaqlar Z-yə dazla sual vermirik. Bax, burada diqqətli olun. Sonra və-dən sonra birbaşa mübtədə gələ bilməz deyə 1-3 götürəcəm. 112-yə baxıram. Baxıram. Köməkçi feillə xəbər yanaşı gələ bilməz. Köməkçi feillə xəbər yanaşı gələ bilməz. 1-2. Aha, və-nə baxıram. Və gəlir. Sonra köməkçi feil. Və-dən sonra birbaşa xəbər gələ bilməz. Və-dən sonra birbaşa mübtədə də gələ bilməz deyə 1-3 götürürəm. 114-də how did she overcome the trauma? How'dan sonra birbaşa mübtədə gələ bilməz. How'dan sonra birbaşa xəbər gələ bilməz. 1-3. Sonra what will inspire? Demək, köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Did, məsələn, did-lə inspire gəlsin, nə bilim, do-la inspire, does-la inspire. Votda biraz diqqətli olun. Məsələn, 116-cı sual şəkərdir də. Yəni, nə var ya onu tapmağa? Məsələn, baxıram ki, will olanda, məsələn ki, found keçmiş zamanda ola bilməz. Sonra will olanda yenə found keçmiş zamanda ola bilməz. Qalan uyğun gəlir. 1-2. Asandır. Amma bu huyla vot var. Vay. Bunlar bizi çürdəcəklər də. Neysə,
danışmayayım, izah edeyim. Demək, what inspired him to become a diplomat? Nə ruhlandırdı onu diplomat olmağa? Görürsünüz, cümlənin mübtədəsi yoxdur. What burada mübtədə funksiyasını iştirak edib, özündən sonra xəbər olsun. What will inspire him to become a diplomat? Onu nə ruhlandıracaq diplomat olmağa? Olar. What will be inspired? Nə ruhlandırılacaq onu diplomat olmağa? Məsul növün olmağın yeri yoxdur burada. 1-2. 117-yə baxıram. Ay Allah, 118-ə baxanda gözəl, how ilə başlayıb, belə. How-dan sonra köməkçi feil gəlməli, sonra mübtədə, sonra xəbər. Did gələndə, məsələn, keçmiş zamanda qala bilməz. Will olanda keçmiş zamanda ola bilməz. 1, 3, 4 cavabdır. Who-da isə köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Sonra, bir də deyir ki, kim tikdir yetimlər evinin müharibədən sonra? Olar. Mübtədəyə sual verib. 3-də deyir ki, kim tikəcək müharibədən sonra? Olar. 4-də isə deyir ki, kim tikiləcək? Tikiləcək nə də? 1-3. Why-dan sonra köməkçi feil var. Does gələndə feil mənə hidden. O nə də? Hidden niyə olsun ki? V1-ə qayıtmalıdır feil. Did gələndə esin nə işi var orada? Vay. Why-dan sonra gəlməlidir köməkçi feil. Mübtədə gələ bilməz. Why-dan sonra birbaşa. 1-2. Asandıydı. 121. Sonra baxıram, görüm, köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Köməkçi feillə xəbər yanaşı işlənə bilməz. 1-4 asandıydı. Sonra, what-dan sonra birbaşa mübtədə gələ bilməz. Baxaq, what did she say? O nə dedi prezentasiya ərzində? Düzdür. Nə dedi o? Oşala, mübtədən varsa, what-dan sonra birbaşa xəbər gələ bilməz. What did she say olmalıydı? Mənə uyğun gəlmir. Aha, baxıram ki, və-dən sonra birbaşa mübtədə gələ bilməz. Cavabım qalır 1, 3. 124-də və-dən sonra birbaşa mübtədə gələ bilməz. Did gələndə feil keçmiş zamandan çıxmalıdır deyə 1, 4. 125-də kim sındırdı? Sinifin qaydalarına 1 olar. Köməkçi feillə xəbər yanaşı gələ bilməz. Who nə idi? Kim? Təki bildirirdi də. Yəni, indiki zamanda verirsinizsə, who, kim tək olduğuna görə who breaks olmalıdır. 1, 3-ü götürəcəm. 126-da baxıram ki, did gələndə feil build olmalıdır. Sonra, what did the villagers build? Deyir ki, cəngəllikdə kəndlər nə tikdilər? What will build the villagers? Uşaqlar, villagers mübtədəmdirsə, demək mən mübtədəyə sual verməmişəm. Necə olmalıdır quruluş? What will the villagers build? Kəndlər nəyə tikdilər? Tamamlığa sual verilib deyə 1, 4 olacaq. Why did the student take? Düzdür. Why-dan sonra birbaşa mübtədə gələ bilməz. Köməkçi feillə də xəbər yanaşı işlənə bilməz deyə düzgün cavabım 1, 3-dür. 128-ə baxıram. 128-də isə səhv görürəm. What did the assistant bring to the workshop? Düzdür. What brought the assistant? Cümlənin mübtədəsi varsa uşaqlar, artıq ona siz whatdan sonra necə deyim, xəbər gətirə bilməyəcəksiniz. Çünki tamamlığa sual verəndə necə getməlidir quruluş? What, köməkçi feil, mübtədə, xəbər. Yalnız demişik, mübtədəyə sual verəndə whatdan sonra xəbər gələ bilər. 3-də deyir ki, what will the assistant be bring? Be bring nədir? Bu be-nin burada nə işi var? Asistan nəyi gətirəcək? Yəni, məchul növ düzəltmək deyil, axı burada məchulluq bir şey yoxdur da. How-dan sonra mübtədə gələ bilməz deyə 1, 3. Sonra, baxıram, did gələndə feil keçmiş zamandan çıxmalıdır. When-dən sonra indiki bitmiş zaman gələ bilməz deyə 1, 4. Sonra, baxıram, did gələndə feil keçmiş zamandan çıxmalıdır. Sonra, baxaq, görünə səhv görəm. Has discovered. Deyir ki, what has discovered? Discovered olmalıdır birincisi. Özə tamamlığa sual verirsə, what has the scientist discovered? Alim nəyi kəşf elədi? Yəni, tamamlığa sual verirəm, baxaq. Sonra, who write yox. Dedim ki, indiki zamanda olanda who writes olmalıdır. Çünki who kim təki bildirir deyə mütləq s artırmalısınız feilin sonuna. Who will be written the article? Who will write the article? Uşaqlar, deyir ki, 2-də deyir ki, kim yazılacaq məqalə qlobal istiliyi haqqında? Məchulun yeri yoxdur orada, 1, 3. Sonra, did gələndə feil keçmiş zamandan çıxmalıdır. Sonra, baxıram, where did she lose her mobile phone? Deyir, o mobil telefonu harada itirib? Düzdür. Where was her mobile phone found? Orada harada tapıldı? Uşaqlar, veya köməkçi feil, mübtədə, sonra xəbər olmalıdır. 4 də səhvdir, 1, 3. Çünki biz demişik ki, who-la, what-dan başqa hamısına quruluş eyni gedir də. Why-dan sonra məsələn, görürsünüz, xəbər gələ bilməz. Sonra did gələndə feilin sonunda niyə s olsun ki, 1, 3-ü götürəcəm. Sonra baxıram, did gələndə feil keçmiş zamandan çıxmalıdır. Hold yox, held hold olmalıdır. Sonra what hold, bir dəqiqə, 3-ə deyir ki, hold
who ilə what dedim ki, təki bildirirlər feilin. Sonra nə olmalıdır? S olmalıdır deyə 1-2 qalır cavabım. Özləri qəsdən dirəşiblər, who ilə what-a aid sual verirlər. İnşallah imtahana who ilə what-a aid düşməz. Bax belə 137 kimi düşər. Baxarsınız ki, did gələndə feil keçmiş zamanda begin olmalıdır. Köməkçi feillə də xəbər yanaşı işlənə bilməz deyə 1-2-ni götürərsiniz, canınız qutarar. 138-dən görürsünüz yenə when-a aiddir. Baxıram ki, did gələndə feil keçmiş zamanda ola bilməz. How-dan sonra birbaşa xəbər gələ bilməz. Xəbər ancaq who ilə what-dan sonra gəlir deyə 1-4 görürsünüz. Bunları işləmək asandır. How many pieces of furniture did they buy? Bir düzdür. Sonra baxıram ki, how many pieces of furniture-dən sonra xüsusi sual sayılırlardı. Onlardan sonra birbaşa mübtada gələ bilməz. Aha, 4'e çıxdım. Ya 2-ni götürmək, ya 2. How many pieces of furniture were bought? Nə qədər mebel alındı, olar. Bu cümlədə görürsünüz, mübtadadan özü vardı ya, birbaşa xəbər gəlməli deyildi. Əgər cümlənizdə mübtada varsa artıq, demək siz mübtadaya sual vermirsiniz. Ona görə 3-cü sual belə olmalıydı. How many pieces of furniture did they buy? Bu formada olmalıydı. 136'da who taught children? Uşaqları kimi öyrətdi? Onlar mübtadaya sual verilib. Kim öyrət? Will'dən sonra keçmiş zaman teach olar da. Will'dən sonra keçmiş zaman niyə verim ki mən? 2 səhvdir. Who will teach the children about düzdür. Who teach you, who teaches olmalıydı uşaqlar. Ona görə, çünki ümumiyyətlə mübtədə əgər indiki zamanda sual verirsinizsə, feiliniz 3-cü şəxsin təkinə gedir. Yəni S artırmalısınız ona. Neçə dənə testim qaldı? Gəlin baxaq buna da. 140. How many trees'dən sonra birbaşa mübtada gələ bilməz. Sonra how many trees were in the yard planted olmalıdır. Məchul növdə verilirsə 1-2 qalır. Where does the shoemaker work? Düzdür. Where'dən sonra birbaşa xəbər gəlməz. Did gələndə feilin sonunda S düşməlidir. Sonra köməkçi feillə xəbər yanaşı işlənə bilməz deyə 1-4 doğru cavabdır. How many poems did she write? Düzdür. How many poems did köməkçi feil did varsa wrote you write olmalıdır. How many poems olmalıydı. Həm də mübtada gələ bilməz. Sonra how many poems were written olmalıdır. Çünki poems sözü cəmdədir deyə yenə cavabım 1-4'dür. Why does the puppy bark? Düzdür. Why'dan sonra birbaşa xəbər, köməkçi feillə xəbər yanaşı işlənə bilməz. Why'dan sonra birbaşa mübtada işlənə bilməz. Cavabım qalır 1-5. 144-cü sualda how many times did the student visit? Düzdür. How many times-dan sonra birbaşa mübtada işlənə bilməz. Sonra how many times was the museum visited olar. How many times students. How many times'dan sonra birbaşa köməkçi feil, sonra mübtada gəlməliydi deyə səhvdir. Birbaşa mübtada gələ bilməz deyə 1-3 doğru cavabdır. 145-ci sualda when did the children start düzdür. Bəndən sonra birbaşa mübtada işlənə bilməz. Köməkçi feillə xəbər yanaşı gələ bilməz. Köməkçi feillə xəbər yanaşı gələ bilməz deyə 1-4 doğru cavabdır. Whose backpack did the boy borrow? Okay, düzdür. Köməkçi feillə xəbər did backpack the boy. Yox, mənə uyğun gəlmir. Burada ümumiyyətlə köməkçi feil yoxdur. Did gələndə idi düşməlidir. Gəlin baxaq. Deyir ki, birinci sual deyir ki, kimin çantasını oğlan borc almışdı, yəni səyahət üçün. 5-də isə deyir ki, oğlan nəyə borc almışdı səyahət üçün? Cavab olacaq 1-5. Digərlərində mənə də uyğun gəlmir.